İki nəfər keçdi, dayandı imamın qarşısında. İmam cemaatdır, cemaat da arxasında namaz qılır. Bu iki nəfər də imamın önündə dayanıb ki, düşmən ox atanda imamı müdafiə eləsinlər. Elə ki namaz başladı, düşmən başladı oxu yağdırmağa. Özdə ön tərəfdən imamı atırlar. İmamı istiqamət alıblar, imamı şəhid eləmək istəyirlər. Səid ibn Abdullah gördü bir ox gəlir, düz imama tərəf atılır. Bir özün atdı imamın önünə, sipər elədi, ox sancıldı onun bədəninə. Ox bədəninə dəyir, amma yenə də səbr eləyib dayanır imamın qabağında. Tarixlər yazır ki, 13 dənə ox dəydi bədəninə. İmam namazın bitirənə qədər 13 ox sancıldı bədəninə. Sonuncu deyir ox bədəninə dəyəndə baxdı gördü imam namazını bitirdi, deyir Abdullahın da ayaqlarının taqəti tükəndi, bədənindən qan axır axı. Bədən taqəti tükənir axı. Nə qədər dözsən də belə bədən dözmür. Ruhun dözsə də bədən dözmür. Deyir bədəninin taqəti bitdi, yıxıldı yerə. Deyir elə yerə yıxılanda belə bir söz dedi. Dedi ilahi mənim salamımı peyğəmbərimə çatdır. Mənim salamımı peyğəmbərə çatdır. İmam Hüseyin əleyhissalama tərəf baxdı, yıxılıb yerə, İmam Hüseyin də namazını bitirir. Baxdı İmam Hüseyin əleyhissalama tərəf, ağa deyir gəldi ona tərəf, Abdullaha tərəf, baxanda deyir belə bir söz dedi, ey Rəsulallahın balası, ey Rəsulallahın övladı, əhdimə vəfa eləyə bildim, sənə vəfalı ola bildim. Baxın, burada səbrin ən gözəl nümunəsi var.